Azərbaycan maçı barədə qısa fikirlər bildirin. Çox keyfiyyətli komandaya qarşılandı. Biz də bilirdik ki, bizə çox çətin olacaq. Çünki bizə topla möhtəşəm komandadır, oyuncular da. Biz çalışdıq ki, müdafiədə sıx oynayaq, qoymayaq ki, onlara rahat olsun. Və birinci taymda yaxşı alınırdı. Az şanslı, yenə də keyfiyyətdə, Mbappé'nin keyfiyyətinə görə çox rahat bəzən keçirdi bizi. Çalışırdıq, kontratak etdikdə biraz alınmırdı. Ən böyük məncə problemimiz oldu ki, çıxa bilmədik kontrataka. Çünki onlar əks hücumlarda bizi sırası qarşılayıb alırdılar topu çox vaxt. Yenə də vuruşduq, çalışdıq. Maksimum, bəzən maksimum məncə bu idi bugünkü oyunda. Bugün gözəl istəklərdən artıq oldu. Ukraynada qələbə qazanıb, nə dərəcədə çətinlik yaradacaq bizə həm növbəti bu baxımdan? İnşallah biz bərpa eləyərik, oyuna hazırlaşarıq. Yenə də bilirik ki, yenə də Ukrayna da çox güclü rəqibdir. Çalışacaq ki, yaxşı hazırlaşaq oyuna. Emin, oyundan öncə belə deyək, biraz ictimaiyyətdə, biraz azarkeşlərdə qorxu var idi, o sır faciəsinin təkrarlanması. O futbolçular orası sizi baskı altına salır ki, ümumiyyətlə beynimizdən keçirsiniz həmin təhlükəni. Yox, onu düşünmürdük. Biz düşünürdük ki, necə biz oynaya bilərik, nətər bizə Ayxan müəllim bizə də çox güvənirdi. Biz də çalışırdıq onun istədiyin yerinə yetirək. Bəzən də yaxşı alınırdı, bəzən alınmırdı. Əsasda biz bəzi mübarizələrdə hücumda çox itirirdik. Amma yenə də bütün komandaya təşəkkür bildirmək istəyirəm. Çünki hamı vuruşdu, hamı çalışdı, maksimum əlindən gələn eləyək. Emil, Fernando Santos bugünkü oyunda olsaydı hesab necə olardı? Mən bilmirəm, nə olur. Fərqli olur. Allah bilir necə ola bilərdi. Yaxşı, pis, onu da bilmirik. O bizi yaxşı tanıyır. Bizim hamının uşaqları yaxşı tanıyır. Çalışdı ki, birlik yaratsın. Bir ailə kimi olaq, daha yaxşı olaq. Məncə ilk oyunlarda onda yaxşı alındı. İndi çalışacaq ki, davam edək. Çünki yenə başqa rəqiblər də çox güclüdür.